Değerli tamaşaçılar, bugün fərqli bir üslubda, fərqli bir qonaqla Sağlam Seçim rubrikasını sizə təqdim edirik. Bugün Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aikido klubunun rəhbəri, hörmətli Fariz Abdullayev bizim qonağımızdır. Xoş gördük, dəvət üçün minnətdarım. Təşəkkürlər. Həm idman, həm incəsənət, həm sağlamlıq. Üçü bir arada. Hətta onu deyərdim, bir çox gözəlliyi və özəlliyi cəm edən, özünü müdafiə sənətindən, özünü müdafiə üsulundan, Real Aikidodan bugün danışacağıq. Burada həm ritim, həm çeviklik, həm də çevik qərar vermə bacarığı olmalıdır. Fariz müəllim, ümumiyyətlə bilmək istərdik ki, Real Aikido nədir? Real Aikido deyiləndə bizim tamaşaçılarımız nə başa düşməlidirlər? Real Aikido ümumiyyətlə Aikido sistemlərinə daxildir. Aikidonun dünyada 50-dən çox istiqaməti vardır. Onlardan ən populyarlarından biri də Real Aikidodur. Elə məhz populyarlığının birinci səbəbi adının önündə real olmasıdır. Çünki bu vaxtında yarananda çox Aikido təşkilatları etiraz etmişlər ki, necə yəni real və sonda biz qeyri-realıq. Amma yaradıcısı Real Aikidonun qeyd eləmişdi ki, bu real situasiyalarda tətbiq edə biləcəyiniz Aikido mənasını verir. Yəni praktik Aikidodur. Digər Aikido tərzləri isə daha çox fəlsəfəyə, daha çox yoga tərzi, daha çox idman xarakterlidir. Real Aikido isə hibrid sistem olduğu üçün, tərkibində jujutsu, judo, sambo elementlərini də birləşdirdiyi üçün daha praktik hala gəlmişdir. Ona görə də heç təsadüfi deyil ki, Real Aikido özünü müdafiə sənəti ilə 7 ölkə prezidentinin şəxsi can güdənləri hazırlanıbdır. Xüsusi təyinatlı dəstələr, hərbçilər, polislər hazırlanıbdır, güc strukturları, əməkdaşlar hazırlanıbdır. Hətta bizim ölkədə də güc strukturlarının da bu idman növünə marağı var. Fariz müəllim, bu idman növü ilə kimlər məşğul ola bilər? Hər kəs yoxsa hansısa kriteriyalar olmalıdır? Belə ki, 4 yaşdan 74 yaşa qədər bizim tələbələrimiz var. Xanımlı, bəyli məşq edirlər və yaşlı vaxtda gələnlərin bir çoxusu heç həyatı boyu idmanla məşğul olmayıb. Amma sıfırdan bizdə başlayırlar və məşğul olurlar. Bu da onu göstərir ki, Real Aikido formatı həqiqətən də hər kəs üçün uyğundur. Uşaqlar üçün oyundan ustalığa doğru adlı bir proqramla məşq keçirir. Onlar həm əylənirlər, həm də yetişirlər. Gələcəyin peşəkarları kimi yetişirlər. Böyüklər üçün standart proqram var, güc strukturları üçün ayrı var. Yaşlılar üçün nisbətən daha yumuşaq proqram var. Yəni bu həqiqətən də hər kəs üçündür. Özünü müdafiə sənətinin sirlərindən bəhs etsək, mənə elə gəlir ki, tamaşaçılar üçün çox maraqlı olardı. Yeni bir idman növü olduğu üçün, yeni yanaşma olduğu üçün insanın bədənindəki ağrı-verici nöqtələr, sinirlər vasitəsilə təzyiq etmələr vasitəsilə ağrı-verici texnikalar vasitəsilə biz rəqibi ram edirik, tam ram edirik. Bir də açılır video, baxırlar ki, Fariz müəllim biləkdən tutub bir dənə bu hərəkət edir və yaxud da barmaqdan tutub və yaxud da burada körpücü üstündə bir nöqtə var, oradan tutub və yaxud da burada qulağın dibində bir nöqtə var, ondan tutub və digər tərəf az qalsın can verir. Və bunu anlamırlar və mən düşünürəm ki, Real Aikidonun gözəlliklərindən biri də budur. Bu idmandır və bu da idmanın fərqli bir formatıdır. Düşünürəm ki, bizim də gözəlliyimiz budur ki, qıraqdan anlaşılmır bu texnikalar. Yalnız məşq etmək lazımdır ki, bunu başa düşsünlər. Fariz müəllim, bununla əlaqədar Azərbaycana mötəbər qonaqlar gəliblər. Həm Beynəlxalq Federasiyanın rəhbərliyi, eyni zamanda dünya kinosunun ulduzu, Real Aikidonun canlı əfsanəsi Steven Seagal. İstərdim ki, biraz da bunlardan danışaq. Steven Seagal Aikido dünyasının ulduzudur. O xüsusən Real Aikidoçu deyil. Amma onu doğru qeyd eləmişsiniz ki, Real Aikido prinsipləri ilə filmlərdə çəkilişlər eləyib. Yəni, normalda Aikido elə sərt olmur. Amma onun filmlərində, xüsusən də cavan vaxtı çəkdiyi filmlərdə Real Aikido prinsiplərini orada görmək olar. Zərbələr, sərt kontrollar, qolu qırmaq və s. İndi kinoda daha action olduğu üçün bu hərəkətlərə yol verilibdir. Bizim yaradıcı isə, Real Aikidonun yaradıcısı daha önə gedib və bu sistemi yaradıbdır. Yəni, Steven Seagalı belə deyək ki, qarşılayıbdır və Steven Seagal Yapon tərzi Aikidoda qalıbdır. Bizim rəhbər isə Avropalı olduğu üçün general rütbəsinə qədər qalxmışdı, akademik idi və əfsanəvi bir şəxs idi. Hətta Steven Seagalla da yaxın tanış idilər və Lyubomir Vraçarov isə Real Aikidonu yaratmış oldu. Düşünürəm ki, yavaş-yavaş Real Aikidonun mərkəzi Serbiyadan daha çox Azərbaycana keçir. Bunu qonaqlarımız da bu formada deyirlər ki, bura artıq ikinci mərkəz, bəlkə də artıq birinci mərkəz olacaq. Həm maşallah tələbələrimizin sayı çoxdur. Yəni, beynəlxalq seminar və kəmər imtahanları tədbirlərin içində ən çox
Bakıda idmançıya rast gəlmək olar. Fariz müəllim, bilirik ki, sizin çoxsaylı təlimləriniz olur, xüsusilə güc strukturunun əməkdaşlarına, polislərimizə və digər şəxslərə. Onlar üçün də çox maraqlıdır bu təlimlər və bu təlimləri siz necə planlaşdırırsınız? Ümumiyyətlə, çox maraqlı bir prosedurdur həmin təlimlər. Biri var ki, idmançılara siz təlim verirsiniz, sıravi idmançılara. Biri var ki, tələbələrə, biri var şagirdlərə, biri var yaşlı qism sıravi insanlara, bir də var ki, güc strukturla əməkdaşlarla siz təlim keçirsiniz. Burada nə maraqlı olur? Çünki siz özünüz də orada öyrənməyə başlayırsınız daha çox şey. Çünki dərs verdiyiniz hər bir əməkdaş özü də idmançıdır və əvvəli daha çox idman karyerasına zəngin olan şəxslərdir. Ona görə onlarla məşq edəndə maraqlı məqamlar yaranır və onların sualları da başqa olur. Yəni güləşçi kimi sual verir, MMA ilə məşğul olan başqa cür sual verir, karateçi bir başqa sual verir və onlar sual verdiyi üçün mən də onlara cavab verməliyəm və orada da mən də daha çox hazırlanmış olaram həm cavaba, həm də bəzən də elə olur ki, heç rastlaşmadığım situasiya, rastlaşmadığım sual olur. Baxmayaraq ki, 26 ildir bu idmandayım, burada heç vaxt bitdi demək yoxdur, daimi öyrənirik və ona görə də maraqlı bir təcrübə mübadiləsi olur. Fariz müəllim, sonda istərdim ki, siz öz tövsiyələrinizi verəsiniz bizim yeniyetmələrimizə, gənclərimizə, xüsusilə də valideynlərə. Ümumiyyətlə, mən hər kəsə səslənmək istərdim ki, hər hansı bir sahədə uğur əldə etmək istəyirlərsə, xüsusən də idman sahəsində bir şey bilməlidirlər ki, uğur davamlı cəhdlərin nəticəsidir. Valideyn onu zorla gətirməli deyil. Amma valideyn tamam, sən istəmirsənsə artıq idman eləmə, başqa işlə məşğul ol da deməməlidir. Ona başa salmalıdır ki, bu idmanda qalmalısan, belə qalsan güclü olacaqsan, özünü müdafiəni öyrənəcəksən, yaxınları və özünü qoruya biləcəksən, hər kəs sənə yaxşı mənada hörmət eləyəcək, sabahsı gün daha mötəbər tədbirlərdə yer ala biləcəksən və s. Əlbəttə ki, təhsil də önəmlidir, amma təhsilin yanında sağlamlıq da ondan da vacibdir. Çünki sağlamlıq olmadıqda bu artıq təhsilin də bir mənası qalmır və heç bir vəzifənin, heç bir işin də mənası qalmır. Odur ki, səsləyirəm ki, yəni sağlam həyat tərzini seçsinlər və uşaqlara dayaq olsunlar ki, onlar idmanda olsunlar. Hər kəs öz istədiyi, öz formatına, öz belə deyim, ruhuna yaxın olan idman növünü seçməlidir və həmin növdə, həmin şəxslər uğur əldə edirsə, biz də onların yerinə sevinirik. Çünki bu ümumi bizim işimizdir. Azərbaycana verə biləcəyimiz töhfədir. Azərbaycan bayrağını qaldırmaq üçün əlimizdən gələni eləməliyik. İstər bu idmanda, istər başqa idmanda ən əsas məsələ idmançı gərək təvəzzökar olsun və bunun da ən gözəl nümunəsi bizim idman növündə Real Aikido'nun yaradıcısı Grandmaster 10-cu dan qara kəmər ustası Lyubomir Voroçarevicin çox gözəl sözü var. Bu artıq yerinə düşür. Deyir ki, Real Aikido zəifləri güclü, güclüləri isə alicənab edir. Dəyərli tamaşaçılar, Fariz müəllimə bu dəyərli məlumatlara, eyni zamanda bu maraqlı söhbətə görə minnətdaram, təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün çox maraqlı sağlam seçim rubrikasını təqdim etdik.